Trip Plus şirkəti Trip layihəsinə alternativ deyil, onu dəstəkləmək üçün yaradılır. Bu barədə Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan hökumətin iclasında bildirib. İyulun 16-sında Ermənistan hökuməti Trip nəqliyyat layihəsinin həyata keçirilməsi üçün çərçivə sazişinin təsdiq layihəsini iclasda təsdiqləyib. Saziş Ermənistan Konstitusiya Məhkəməsinə təqdim olunacaq və burada Mirzoyanın müavinlərindən biri hökuməti təmsil edəcək. Xarici İşlər Naziri xatırladıb ki, layihəni həyata keçirmək üçün Ermənistan-Amerika şirkəti olan Trip Development Company yaradılıb və onun təsisçiləri Ermənistan hökuməti və ABŞ tərəfindən olub. Mirzoyanın qeyd etdiyi kimi danışıqlar zamanı Amerika tərəfi bildirib ki, Amerika Birləşmiş Ştatları hökuməti birbaşa şirkətin təsisçisi kimi çıxış edə bilməz. Nazir izah edib ki, Trip Plus layihəsinə gəldikdə o layihəni dəstəkləmək və investisiya cəlb etmək üçün yaradılır, yəni Trip inkişaf şirkəti üçün dəstəkləyici rol oynayacaq. Ermənistan Xarici İşlər Naziri xatırladıb ki, müqaviləyə əsasən Trip Development Company şirkəti Məğrib bölgəsində torpaqdan istifadə və tikinti hüquqlarını 49 il müddətinə əldə edəcək. Amerika tərəfi layihədə 74% paya, Ermənistan hökuməti isə 26% paya sahib olacaq. 49 ildən sonra hər iki tərəfin razılığı ilə müqavilə əlavə 50 il uzadıla bilər. Bu halda Ermənistanın layihədəki payı heç bir əlavə öhdəlik olmadan 49%-ə qədər artacaq. Layihənin həyata keçirilməsi ilə bağlı çərçivə sazişinə əsasən Ermənistan dövlət sərhədi, sərhəd nəzarəti, ölkə daxilində hüquq mühafizə orqanlarına nəzarət, eləcə də gömrük və miqrasiya nəzarəti üzərində tam suverenliyini saxlayacaq. Sərhəd nəzarət məntəqələrindəki vəzifələr ön və arxa ofisə bölünə bilər. Ön ofis üçün özəl operator işə götürülə bilər. Bu təcrübə artıq Ermənistanda tətbiq olunur və maraqlananlar ətraflı məlumat üçün sənədlə tanış ola bilərlər, Mirzoyan bildirib. Onun sözlərinə görə çərçivə sazişində dəfələrlə qeyd olunur ki, bütün proses Ermənistanın suverenliyinə, yurisdiksiyasına və ərazi bütövlüyünə tam hörmətlə həyata keçirilir. Mirzoyan həmçinin xatırladıb ki, müqavilə 26 mayda İrəvanda özü və Amerika Birləşmiş Ştatları dövlət katibi Marco Rubio tərəfindən paraflanıb və onlar sənədi bir neçə gün sonra 1 və 4 iyun tarixlərində Vaşinqton və İrəvanda imzalayıblar. Trip paketini tamamlamaq üçün yalnız 2 sənədin imzalanması qalıb. Səhmdar müqaviləsi və Trip İnkişaf şirkətinin nizamnaməsi.